Salam dəyərli izləyicilər. Bugün ümumiyyətlə regionda sülhə aparan yolun əsas elementlərindən biri informasiya mühitidir. Azərbaycan-Ermənistan arasındakı münasibətlərin sülh yolunda tənzimlənməsi üçün, yekun sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında görüşlərin intensivliyi artıb və bir neçə gün öncə artıq Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcü media mənsublarının iştirakı ilə bir görüş keçirildi. Bugünkü qonağımız da həmin görüşdə iştirak edən jurnalistlərimizdən biri Arif Əliyevdir. Xoş gəlmisiniz Arif bəy. Təşəkkür edirəm. Arif bəy, əvvəlcə istəyərdim ki, Gürcüstanda keçirilən görüşün detalları barədə bir qədər bizi məlumatlandırasınız. Düzdür, bu görüşlərin təfərrüatı çox mediaya açıqlanmır. Məsələn, mən özüm də bu görüşlə bağlı sadəcə görüşün keçirildiyi qədərini bilirəm. Amma istəyərdim ki, sizin görüş barədə təəssüratlarınız, ümumiyyətlə oradakı atmosfer necə idi, bu barədə bizi məlumatlandırasınız. Yəni, bəri başdan deyim ki, bu indi o iki ölkə nümayəndələrinin intensiv görüşləri başlayıb. Bu seriyadan olan görüş deyildi. Bizim görüşlərin intensivliyi Ermənistan və Azərbaycan jurnalistlərindən ibarət bu dəstənin heç zaman azalmayıb. Həmişə bunlar davam edib və həmişə demək olar ki, maksimum dərəcədə açıq olub cəmiyyət üçün də. İndiki görüş də bizim uzun zaman gördüyümüz işlərin bir mərhələsi idi. Bu da onunla əlaqədardır ki, indi sülh prosesləri sürətlə davam edir. O qədər sürətlə davam edir ki, nə media bunun, yəni rəsmi səviyyədə, hökumət səviyyəsində, nə media, nə qeyri-hökumət strukturları, nə də çox vaxt əhalinin özü bu proseslərin arxasınca ayaqlaşa bilmir, çata bilmir. Ona görə proseslər çox sürətlə davam edir və belə bir mərhələdə medianın onları necə işıqlandırılmasının çox böyük əhəmiyyəti var. Bu görüş əsasən bundan bağlı idi ki, media bunları necə işıqlandırmalıdır, hansı şərtlər daxilində, hansı qaydalar daxilində və jurnalistlərə bu barədə kömək eləmək üçün lazım sənədləri də işləyib hazırlamaq. Əgər maraqlıdırsa, mən o sənədlər haqqında danışa bilərəm. Bəli, bəli. Biz 1990-cı illərin axırından bu mövzunun mediada nə cür işıqlandırılmasını izləyirik, monitorinq keçirdirik. Bakı Mətbuat Klubu və Yerevan Mətbuat Klubu olaraq. O zamandan mövcud olan təşkilatlardır və zaman-zaman o işıqlandırmanın nə cür dəyişdiyini, jurnalistlərin hansı səhvlərə yol verdiklərini, tək jurnalistlərin yox, politoloqların və s. bunların hamısının, necə deyərlər, bir növ səlnaməsini aparmışıq. Və görsənir ki, xüsusilə indiki mərhələdə, xüsusilə yeni nəsil media, yeni nəsil jurnalistlər Qarabağ münaqişəsinin, Azərbaycan-Ermənistan münaqişəsinin lüğətini zəif bilirlər. Yəni, bir çox terminləri onlar bilmirlər, ola bilsin ki, ona görə ki, həmin müddət onlar yox idilər hələ və yox təzə gəlirdilər peşəyə, ola bilsin ona görə ki, çox şeylər transformasiya olunur və çox şeylər öz mənasını dəyişir. Ona görə də biz bir sənəd hazırladıq. Məncə çox mühüm sənəddir o. Qarabağ münaqişəsinin lüğəti, faktiki olaraq izahlı lüğəti, haradakı bütün terminlərin əsas terminlərin izahını tapmaq mümkündür. İkinci sənəd, biz erməni və azərbaycanlılar arasında çoxlu stereotiplər var. O stereotiplər bəzən hadisələr özü unudulur, gedir, amma stereotiplər yaşayır və bir-birini anlamağa mane olur. Bir-biri haqqında təsəvvürləri formalaşdırmağa müsbət təsəvvürlər, belə deyək, düzgün təsəvvürlər mane olur. Ona görə də o stereotipləri nə cür aradan qaldırmaq mümkündür. Bunun üçün media nə etməlidir, hökumət nə edə bilər və s. Bu və üçüncüsü, bilavasitə bilirsiniz ki, medianın özünün peşə kodeksləri olur, peşə icrası qaydaları olur. O cümlədən xüsusilə münaqişədə olan ölkələrin, mediaların belə kodeksləri olur və sülh yaxınlaşdığı məqamda onlar ortaq kodekslər işləməyə çalışırlar ki, nə cür işıqlandıraq ki, biz hadisələri bunlar mənfi yox, müsbət istiqamətdə aparmağa dövlətlərə, hökumətlərə, cəmiyyətlərə yardım olsun. Bu, deməli, yanaşma ətrafında olan sənədlərdən gedir söhbət.
Bayaq da qeyd elədiyimiz kimi, ümumiyyətlə görüşlərin intensivliyi müxtəlif dairələr çərçivəsində artıb, xüsusilə də avqustun 8-i Vaşinqton zirvə görüşündən sonra. Lakin cəmiyyətdə belə bir düşüncə var ki, vaxt çox qısadır da, tezdir hələ bu qədər yaxınlaşma üçün. Bəs siz necə düşünürsünüz? Bax, bu qədər yaxınlaşma nəyə deyilir? Heç kimlə oturub bu saat səhərdən axşama kimi bir yerdə yeyib içmir. Heç kimdən səhərdən axşama kimi qol-boyun gəzmir. Söhbət ondan gedir ki, sülh yaratmaq üçün, əgər biz sülhdən danışırıqsa və Azərbaycan hökuməti də çox ciddi şəkildə danışır. Mən onları görmürəm və digər tərəfdən də bu lozunqlardan olmur, şüarlardan olmur. Bunun üçün konkret iş lazımdır və bu işi ilk növbədə mediaya görməlidir. Dövlətlə yanaşı əlbəttə. Qeyri-hökumət cəmiyyət qurumları görməlidir və bu işdə mən dediyim o işlərdən ibarətdir. Sadəcə danışmaqla ki, yox, biz sülh olmalıdır, sülh yetişməlidir, sülhün qarantları olmalıdır, sülhün şərtləri olmalıdır. Bunun üçün də əlbəttə nifrət dili aradan götürülməlidir. İndi bu görüş çərçivəsində təkcə Azərbaycan-Ermənistan məsələsi üzərində köklənməmişlər də. Burada Rusiya-Ukrayna münaqişəsi var. Ümumiyyətlə müharibə, münaqişə və ya da post-münaqişə dövründə medianın fəaliyyəti ilə bağlı məsələlər daha çox müzakirə olunub da. Siz hazırda post-münaqişə dövründə Azərbaycan mediasının fəaliyyətini bir jurnalist olaraq, illərin jurnalisti olaraq necə qiymətləndirirsiniz? Mən deyə bilmərəm ki, Azərbaycan mediası bu tələblərin hamısına çağırışlar deyirlər də, bu çağırışların hamısına uyğun fəaliyyət göstərir. Bunu deməyə əlimizdə də əsas yoxdur. Ola bilməz ki, biz digər sahələrdə tutaq ki, qəzetlər böhran içərisində indi bağlanmağa gedirlər. Televiziya sahəsində televiziyanı şikayət eləməyən daha tənbəllər ancaq qalıb. Radio, digər media vasitələrimiz o qədər sürətlə inkişaf eləməyib və s. Professionallıq problemləri var, bir çox problemlər var. Biz deyə bilmərik ki, yox, biz bütün sahələrdə düzdür, problem var, amma orada çox gözəl işləyirdik. Əlbəttə, orada çox ciddi problemlər var. Xüsusilə münaqişə mövzusunda işıqlandırma ilə bağlı olan. Bu qismən medianın özünün qarşısına qoyulan məhdudiyyətlərdən irəli gəlir. Eynilə indiki sahədə də bu dövr üçün bir çox işlər var ki, onlar görülməlidir, stereotiplərlə bağlı işlər görülməlidir. Bu söyüşləri yığışdırmaq lazımdır, bir-birini aşağılamağı yığışdırmaq lazımdır. Necə ki, Ermənistan mediasında, eyni zamanda Azərbaycan mediasında da özünü göstərir və intellektuallığı çox aşağı salır. Bu yalanları tirajlamağı yığışdırmaq lazımdır. Bunun üçün yalanla həqiqətin harda olduğunu ayırd eləmək lazımdır. Qələmin, kameranın professionallığını artırmaq lazımdır. O professional səviyyə ilə biz dünya mediasına, dünya çapına çıxa bilmirik. Mövzu ilə bağlı bir məsələni də diqqətə çatdırmaq istəyirəm. O problemin dərininə getməyəcəm, üzdən deyəcəm. Çünki mənim üçün orada maraqlı olan hadisənin özü deyildi. Bir müddət öncə Azərbaycanlı xanım ifaçı Özbəkistanda keçirilən musiqi yarışında erməni ifaçıya ən yüksək balı verdi və onu qucaqladı və bu hadisə böyük rezonans doğurdu. Sosial mediada da və ümumiyyətlə saytlarda, televiziyada bu məsələ işıqlandırıldı və mən məsələn öz müşahidəmi deyirəm ki, təbii ki, bunu bütün jurnalistlərə, bütün media quruluşlarına aid eləmirəm. Böyük əksəriyyətində hadisəni bişirib elə təqdim elədilər ki, istər başlıqda olsun, istər xəbərin içərisində insanları qıcıqlandıra biləcək bütün cümlələr işlənmişdi orada və hətta demək siyasi dairələrdə tanınan bir yaşını başına almış bir siyasətçi də həmin xanım haqqında öz sosial mediasında tənqid yox, artıq təhqirə yol vermişdi və bunu da qürurla sərgiləyirdi sosial mediasında xanımı təhqir eləməyini və bunu da media işıqlandırdı və yenə insanların qıcıqlandıracaq tərzdə işıqlandırdı. Sizcə belə bir vəziyyətdə ümumiyyətlə, bax bu cür yarışlar filan keçirilir, belə bir vəziyyətdə media hansı addımı atsa professional görünər? Mən bayaq dediyim fikrin siz gözəl misalını verdiniz ki, münaqişə sanki o lupa kimi bu çatışmamazlıqları, bu əyrəşikləri qabardır. Bax, həmin adam və yaxud həmin zümrə sadəcə özlərinin qismən tərbiyə cəhətdən, qismən düşüncə cəhətdən məhdudluğunu bax o emosiyalarla göstərdilər ki, aha, mən nə qədər
deməli, bu elə bir mövzudur ki, burada nə qədər kəskin desəm, nə qədər söyüş istəsəm, hamısı halaldır, hamısının yeri var. Amma qeyri-professionallıq qeyri-professionallıqdır. Mədəniyyətsizlik o sahədə də, bu sahədə də. Ona görə belə proseslərə qarşı, belə hallara qarşı o ciddi formada və bəzən qıcıqlandırıcı formada etirazlar göstərənlər və yaxud bunun əleyhinə gedənləri mən çox gözəl anlayıram və düşünürəm ki, əslində prosesləri irəlilədən bax o cür hadisələrdir. Professional media sülh prosesinin getdiyini və bu prosesdə ayağımızın hələ çoxlu daşlara dəyəcəyini nəzərə alaraq bu tərəfdən müəyyən bir fikir verəndə o tərəfdən də müəyyən bir fikir verməlidir. Professional media həmişə ifadə tərzini seçməlidir. Bizdə heç bir mövzuya qadağa olmamalıdır. İfadə tərzinə qadağa olmalıdır. Sən bunu elə bir tərzdə ifadə eləməlisən ki, nə cəmiyyətin mənəviyyətini korlayasan, nə də beynini korlayasan, nə də ki, həmin insanları təhqirə keçməyəsən, necə ki, siz bayaq onu o fikir işlətdiniz. Bunun üçün də imkanlar Allah'a şükür böyükdür. Yəni həm peşə qaydalarından bağlı, həm dil kifayət qədər inkişaf eləyib. Bax, sizin o dediyiniz insanların, inandırım siz, əksəriyyəti 300 sözdən artıq sözlə işləyə bilmir. O 300 sözün də 150-si, bax, o dediyiniz xarakterli ifadələrdir. Amma bir şey var ki, biz bu yolu mütləq keçməliyik. Bunun birdən-birə düşünmək ki, hamı ağıllanacaq, hamı dilini dəyişəcək, hamı hörmətlə bu cür məsələlərdə öz fikrini ifadə eləyəcək. Bu inanılası şey deyil. Bunun özü üçün də hələ çox işlər görülməli. Söhbət kimisə qucaqlamasından və bununla yanaşı bizim artıq uzun müddət çox kəskin konfliktdə olduğumuz insanlarla hər şeyi uduzub qucaqlaşmağımızdan getmir. Söhbət sülh və dinc şəraitdə yaşamaqdan gedir. Söhbət bir balaca irəli baxmaqdan gedir. 2020-ci il nə 2000-ci ildir, 2000-ci ildə 1980-ci il deyil, 1990-cı il deyil artıq. İndi çox böyük, qlobal və sürətli proseslər gedir. Ən azı Azərbaycanın özünün xarici siyasətində biz bunu görə bilərik. Və onlarla ayaqlaşmaq üçün, bu proseslərdə itib batmamaq üçün müəyyən əməkdaşlıq çərçivələri, müəyyən sülh vərdişləri olmalıdır və yaranmalıdır. Və biz bunu yaratmalıyıq. İndi yeni bir tendensiya formalaşıb da televiziyada. Məsələn, bu YouTube kanalı və yaxud da hansısa sosial platformada olsa tamam başa düşüləndir ki, yəni burada hər kəs çıxıb öz fikrini deyə bilər sosial mediada, amma televiziya jurnalistikaya aid olduğuna görə jurnalistikanın da bəlli başlı bir prinsipləri var da. Məsələn, neçə ilin jurnalistidir, çıxır efirdə, sanki oturub, yəni YouTube kanalında danışırmış kimi hansısa mövzu ilə bağlı, xüsusilə də cəmiyyətin həssas olduğu mövzularla bağlı onların emosiyalarına toxuna biləcək fikri, pafoslu cümlələr qurur. Hansı ki, yəni jurnalist öz mövqeyini bildirməməlidir də hansısa bir mövzu ilə bağlı danışanda. Çıxır öz mövqeyini bildirir və insanları daha çox hadisə ilə bağlı qıcıqlandırır. Bəlkə məsələn siyasi dairələr çərçivəsində söhbətlər gedir və nəyisə nizamlamağa çalışırlarsa, hansısa bir aparıcı, məsələn illərin təcrübəli jurnalisti çıxır efirdə insanların emosiyalarına toxunan sözlər, ifadələr işlədir və başlayır siyasi dairələrdə tənzimlənməyə çalışılan məsələləri yenidən dağıdır da bir növ belə deyək. Sizcə jurnalistlərin istər illərin jurnalisti olsun, istər mediaya yeni gələn jurnalistlər olsun, onların maariflənməyi lazımdır əslində. Onların maariflənməsi üçün hansı işlər görülməlidir? Fərqli mövzuya keçdik. Amma mən sizi gözəl başa düşürəm. Hətta kimləri nəzərdə tutduğunuz, kimləri demək istədiyinizi də görürəm. Mən sizə deyim ki, onların davranışında jurnalistika çox azdır. Yəni, onlar ona görə elə davranmırlar ki, onlar pis jurnalistlər, maariflənməsi azdır. Elə davranırlar, bəlkə də maariflənməsi artıq düşüb onların. Onlar siyasi davranışdır ilk növbədə.
O peşə davranışı deyil ki, deyəsən ki, hə bax bunu mən maarifləndirəcəm, öyrəndirəcəm. Onun mənəviyyatını dəyişmək lazımdır. Onun düşüncəsini dəyişmək lazımdır. O bilir ki, o ora yaltaqlanmaq üçün çıxır. O ora kiminsə xoş gəlmək üçün çıxır. O ora nəsə qazanmaq üçün çıxır, maddi mənada özdə. O ora ictimai maraqları güdmək üçün və yaxud öz peşə məharətini göstərmək üçün çıxmır. Böyük əksəriyyəti. Özləri də çox gözəl bilirlər. Ona görə burada bu xəstəliyin adı biraz fərqlidir. Bu peşə xəstəliyi deyil. Amma bayaq dediyim xüsusilə mən onu dediyim daha çox yaşlı təbəqəyə aiddir. Gənc təbəqənin, mediada gənc təbəqənin problemi biraz fərqlidir. Onlar uzun müddət böyük jurnalistika, real jurnalistika görməyiblər və böyük əksəriyyəti elə düşünürlər ki, elə jurnalistika belə olmalıdır. Ona görə də bax onlarla siz dediyiniz kimi maarifləndirmə mən daha geniş qoyardım, hətta peşə artırma işi mütləq görülməlidir. Xalqlar arasında münasibət, müharibə məsələlərinə çox məsuliyyətlə yanaşmaq lazımdır. Yəni burada onu hiss eləmək lazımdır ki, burada sən dediyin sözün, elədiyin hərəkətin yükü qat-qat artıqdır. Və söhbət təkcə öz auditoriyamıza təsir eləməkdən gəlmir. Yaralı insanlar var. Yəni evindən, ailəsindən. O bir tərəf. Söhbət eyni zamanda Ermənistan auditoriyasına təsirdən də gedir. Biz dediyim kimi uzun illərdir medianın temperaturunu ölçürük də ki, hansı temperaturla bu mövzuda, xüsusilə Azərbaycan-Ermənistan mövzusunda münasibəti nə cürdür? Çox maraqlı proseslər gedir. Yəni uzun illər Azərbaycan mediasında mənfi kanallıq Azərbaycan-Ermənistan münasibətində çox böyük olub. Paralel olaraq Ermənistan mediasında da böyük olub. Bu proseslər qarşılıqlı təsir göstərirlər. Bu ilin fevral ayından bu yana əks proses gedir. Müsbət kanallıqlı materialların sayı artır. Bizim mediada da, oradakı mediada. Demək, siz çıxışınızın əvvəlində bu barədə qısa danışdınız. Mən bu sualı verəcəkdim deyə həmin mövzunun üstündə çox dayanmadım. Tədbirdə müharibə sonrası münasibətlərin tənzimlənməsi yolunda yeni media terminlərinin istifadəsi məsələsi müzakirə olundu. Yeni media terminləri deyəndə, məsələn, konkret olaraq nə nəzərdə tutulub? Məsələn, hər iki ölkənin ortaq terminologiyasının yaradılması zərurətindən danışılıb. Məsələn, konkret hansı ifadələr, hansı məsələlər ətrafında? Burada tək yeni sözlər yox, həm də köhnə sözlər, bəlkə də xeyli hissəsini elə köhnə sözlər təşkil eləyirdi. Hansı ki, və ortaq terminologiyadan da söhbət getmir. Söhbət münaqişənin eyni terminin hər iki tərəfdən eyni cür başa düşülməsi və izah olunmasından. Misal üçün deyə bilərəm ki, kompromis termininin özünün mənası müxtəlif tərəflər müxtəlif cür şərh eləyirlər və müxtəlif cürdə başa düşürlər. Orada bu növ terminologiyalar çoxdur. Trump yolundan tutmuş Zəngəzur dəhlizi müxtəlif cür izah eləyirlər. Bu termin özü hardan yaranıb? Niyə? Bu terminə hansı yanaşım tərzləri var və hansı yanaşma daha doğrudur? Biz bir dənə Trump yolunun adını 5-6 cür adlandırırıq da. Trip deyir də onlar, səhv eləmirəmsə. Trump'ın adınla bağlandığı üçün daha çox o cür, amma ona qədər süni dəhlizi deyirdilər, məqri dəhlizi deyirdilər, yolu deyirdilər və s. Dəhliz ifadəsinin özü Ermənistan tərəfdən daha çox düzgün anlanılmadığı üçün bax bu cür negativ yüklənib və onun bir növ ondan imtina eləməyə cəhd göstərir. Bu cür ifadələr çoxdur. Eyni zamanda tutaq ki, hansısa bir politoloq və yaxud jurnalist bu siyasi proseslə, münaqişənin özünün prosesi ilə məşğul olmaq istəyir, amma inandırım siz, böyük əksəriyyət Praqa prosesi nə olduğunu bilmir, Madrid prosesi nə olduğunu bilmir. Çox asanlıqla istifadə eləyirlər və həmin istifadədə çox ciddi səhvlər buraxılır. Son olaraq sülh sazişi imzalanacağı təqdirdə media
hansı yeni yollar üzərində dayanmalıdır? Hansı rolları öz üzərinə götürməlidir sizcə? Əslində böyük geniş mənada da bizim bilavasitə rolumuz böyük əksəriyyət müharibə vaxt deyirdilər ki, biz informasiya müharibəsində iştirak edirik, biz cəbhənin iştirakçısıyıq. Digər mərhələdə deyirlər ki, media sülh yaratmalıdır və s. Geniş mənada götürəndə media nə onu eləməyə, nə bunu eləməyə cəmiyyət qarşısında borclu deyil. Media cəmiyyət qarşısında gerçək, doğru informasiyanı doğru mənbədən yaymaq və cəmiyyətdəki fikirləri əks elətdirmək. Bax, bu da onun bir nömrəli vəzifəsi. Niyə? Çünki bütün yanlış qərarlar yanlış informasiyalar əsasında qəbul olunur. Bizim də mediamızı tək bizim yox, elə Qafqazın deyək mediasını, bəlkə daha geniş götürmək mümkündür. Götürsək, bunların aşağısı 30-40% düzgün olmayan informasiyalardır, yalan informasiyalardır. Ya qəsdən yaradılmış, ya bax bayaq dediyimiz kimi bilmərəkdən yaradılmış informasiyadır. Yəni biz nə sülh yaradanlarıq media olaraq, nə də biz döyüşə gedən əskərlərik media olaraq. Bizim öz vəzifəmiz var. Bu vəzifəmizi professional, vicdanla, ictimai maraqları, cəmiyyətin maraqlarını öndə tutaraq onu yerinə yetirməliyik. Yəni demək ki, biz onda müharibə idi, eybi yoxdur, biz belə işləyə bilərdik, indi sülhdür, indi biraz başqa cür işləməliyik. O qədər düzgün olmaz, nəyi ki onda eləməliyik. İndi də onu eləməliyik. Əlbəttə, məhz bax, o insanların hisslərinə, hörmət, insanların düşüncələrini inkişaf elətdirməyə yönəlik informasiyalar, bunları həmişə öndə tutmaq lazımdır. Bir də bir çox sadə bir sualdır. İnsan nə istəyir? Hansı insan müharibə istəyir? Bütün insanlar sülh istəyir. Heç kim nə övladını, nə sevgilisini, nə ata-anasını bax belə şəraitdə itirmək istəmir. Biz hamımız sülh istəyirik. Bəli, biz ehtiyatlı olmağı da ehtiyatda unutmamalıyıq. Elə ona görə ki, sülhdə yaşamaq istəyirik də. Odur ki, bax, medianın o bayaq dediyimiz o funksiyalarının böyük əksəriyyəti də buna gətirir. Biz ictimai maraqlardan danışdıq ki, cəmiyyəti, dövləti o sülh içərisində yaşamaq üçün ona nə kömək lazımdırsa, nə dəstək lazımdırsa, o dəstəyi versin. Və bugün də bizim apardığımız proses də ilk növbədə ona yönəlib ki, biz itirdiyimiz 30 ili hansısa bir yaxın ya uzaq perspektivdən sonra yenidən 30 ili itirməyək. Nə əzizlərimizlə, nə ölkənin perspektivlərinlə bir anlığa düşünmək lazımdır ki, əgər bu problem olmasaydı, mən hələ Ermənistanın özünü kənarda qoyuram, hansının ki, imkanları çox məhduddur. Bizim kifayət qədər imkanlarımız var idi, amma nə qədər bizə itkilər gətirdi. Həm müharibə cəhətdən, həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən nə qədər problemlər ortaya qoyub ki, hələ də onların həlli ilə məşğuluq tutaq ki, Avropa ilə münasibətdə və s. Odur ki, əgər bunlardan yan keçmək istəyiriksə, biz tək krizis anlarında yox, demək olar ki, hər günümüzü, hər ilimizi, hər anımızı düşüncə ilə qurmalıyıq və ağılla da o istiqamətə getməliyik. Təşəkkür edirəm Arif bəy, dəvətimizi qəbul etdiyiniz üçün. Belə dəyərli izləyicilər, həm Azərbaycanda, həm Ermənistanda daha ekstremal, daha radikal fikirləri dəstəkləyən təbəqə olduğu kimi və daha proseslərə yumşaq yanaşılması, dialoqu tərəfdarı olan insanlar da var və hazırda yeni yanaşmalar və emosional manipulyasiyadan uzaq durmaq Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi yolunda atılacaq ən vacib addımlar sırasındadır. Elə Arif bəyin də qeyd elədiyi kimi, media da bu prosesə dəstək olaraq təmin eləyə bilər ki, istər Azərbaycan, istər Ermənistan arasında insanların bir-birlərinə qarşı olan o neqativ stereotiplərini qırmaq mümkün olsun. Bizim səhər çatdıracaqlarımız bu qədər.